Böyrəklərdən danışmaq istərdim. Əsasən də mart ayında böyrək günü keçirilir ümumi dünyada və onunla bağlı bəzi suallara cavab vermək istərdim. Soruşa bilərsiniz ki, ümumiyyətlə böyrəklərə nəyə görə belə əhəmiyyət verilir? Çünki böyrəklər bizim bədəndə filtrasiya funksiyası yerinə yetirir, yəni ki, bizim bədənimizi zərərli maddələrdən təmizləyir və ümumiyyətlə böyrək xəstələrin sayı çoxdur. Özü də bizim region, yəni Azərbaycan və ümumi Qafqaz zonası bəzi böyrək xəstəliklərinə çox endemik bir zonadır. Ən tez-tez rastlaşdığımız xəstəliklərdən sidik daş xəstəliyidir. Ümumiyyətlə sidik daş xəstəliyindən, yəni demək olar ki, hər adam nəsə eşidibdir, tanışında, qohumunda daş ola bilər ya olubdumu? Yəni ki, bu xəstəlik ümumiyyətlə bütün millətə tanınan bir xəstəlikdir də. Hamı bilir ki, adamların böyrəklərində daş ola bilər. Amma çox adam buna çox da əhəmiyyət vermir. Yəni fikirləşir ki, daşdır, düşəcək, yəni necə olacaq? Buna görə də əgər hansısa bir xəstədə böyrəyində daş varsa da bunu bilməlidir ki, yəni bu daşın üstünə düşməyəndə bu müəyyən fəsadlara gətirib çıxarda bilər. Hətta ən son momentdə böyrək çatmamazlığına da gətirib çıxarda bilər. Bunun qabağını almaq üçün və bu durumları belə deyim yerində tutmaq üçün lazım olan müalicə metodu seçmək üçün ən azından hər bir adam ildə bir dəfə, ildə 2 dəfə ultrasəs müayinə eləməlidir öz böyrəklərini və ümumiyyətlə uroloji sistemi. Və əgər daş aşkarlanıbdırsa, mütləq bu durumdan uroloq həkimin yanına getməlidir və müəyyən tövsiyələr, hansısa lazım olan yenidən müayinə keçməli ola bilər xəstə. Yəni xəstəyə başqa bir müayinə də diaqnozu təsdiqləmək üçün məsləhət görülə bilər. Bu durum ciddi bir durumdur. Əvvəlcə bəlkə xəstələrdə heç bir şikayət olmur, amma bunu belə deyim də, yəni öz başına buraxmaq lazım deyil və vaxtında lazım olan müalicə alanda, yəni xəstənin daşı da düşür və sonra isə lazım olan müəyyən diyetalarla, müəyyən dərmanlarla bu durumu idarə etmək olar ki, yəni sizdə yenidən daş yaranmasın. Başqa böyrəklə bağlı cürbəcür xəstəliklər olur. Sidik daş xəstəliyindən başqa böyrək kistaları olur. Bundan ətraflı bəzi videolarda danışmışam. Amma yenə də demək istərdim ki, cürbəcür kistalar olur. Var sadə kistalar, var mürəkkəb kistalar. Ölçüsünə görə də fərqlənir kistalar, var xırda kistalar, var böyük kistalar və bunların hər biri belə deyək xəstədən nəzarət tələb edir. Yəni müəyyən metodlarla ultrasəs müayinə oldu, tomoqrafiya oldu və xəstə bunlara mütləq nəzarət eləməlidir. Bəzi onkoloji xəstəliklər də böyrəklərdə biz tez-tez rastlaşırıq, böyrək törəmələridir və bunlar da əlbəttə ki, ümumi uroloji sistemə təsiri çoxdur və əgər hansısa böyrək bu xəstəliyə məruz qalırsa, böyrək ya götürülür, ya adi törəmə götürülür və mütləq bu xəstələr də nəzarət altında olmalıdır. Çünki bəd xəstəli oldu, xoş xəstəli oldu, bir böyrək götürüləndə xəstə bir böyrəklə qalır və böyrəyə ciddi bir nəzarət olmalıdır ki, iltihaplaşmasın, daş yaranmasın. Çünki bir böyrəklə adam yaşaya bilər, amma ki, yəni bir böyrəkdə nəsə bir problem baş verərsə, bu çox ciddi bir problemdir xəstələr üçün. Və ümumiyyətlə böyrəkləri qorumaq üçün, yəni hər bir adam ən azından CD analizi verməlidir, yəni heç olmasa ildə bir dəfə, 2 dəfə və ultrasəs müayinə etməlidir. Çünki demək olar ki, bütün böyrək xəstəlikləri əvvəlcədən aşkarlananda bütün böyrək xəstəliklərinin müalicəsi hal-hazırda var. Düzdür, 5%-ə qədər xəstəliklər var, o müəyyən xəstəliklər, hansı ki, çox çətin müalicə olunur. Amma ki, yəni yenə də dediyim kimi 95% xəstəliklər vaxtında tapılanda müalicəsi var.